Salam əziz və dəyərli izləyicilər, xoş gördük hər birinizi. Mən Tahir Haşimi. Bugün sizlə metodikaya aid bir sınağa baxacağıq, imtahan qabağı. Əvvəlcədən bunu deyim ki, bu sınaq mənim də həm müəllifi olduğum bu ekranda gördüyünüz kitabdandır. Üzərində ingilis dili yazılmağına baxmayın. Metodika suallarını digər ixtisasdan MİQ və sertifikasiya imtahanına hazırlaşanlar da istifadə edə bilər və çalışmışıq ki, bu test toplusunu MİQ sertifikasiya modelinə uyğun hazırlayaq və müəllimlərin də çətinlik çəkdiyi metodika suallarına indi ümumi görəcəksiniz, onsuz da bir-bir izah edəcəm. Amma fikir versəz, demək olar ki, hamısı situasiya tipli testlərdir. Siz də bu kitabı əldə etmək istəsəz, ingilis dili müəllimləri və yaxud müəllimlik işə qəbuluna hazırlaşanlar bu kitabın həm ixtisas, həm metodika hissəsindən faydalana bilərlər. Amma bayaq da dediyim kimi, digər ixtisas müəllimləri də bu kitabın metodika hissəsindən istifadə edə bilərlər. Kitabı da əldə etmək üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Çox uzatmadan gəlin keçək testlərimizə. Hansı fikir yanlışdır? Məktəbdə psixoloji dəstək xidmətləri şagirdlərin emosional rifahına kömək edir. Təbii ki, psixoloji dəstək şagirdlərin emosional rifahına kömək eləməlidir. Sonra, müəllimin özünün inkişafı peşəkar inkişafın vacib komponentidir. Bəli, müəllim peşəkar olmaq istəyirsə, peşəkarcasına inkişaf etmək istəyirsə, öz üzərində işləməlidir. Bu da doğrudur. Şagirdlərin liderlik bacarıqlarının inkişafı onların gələcək karyera uğurlarına təsir edə bilər. Təbii ki, liderlik bacarığını inkişaf elətdirsək, onların gələcək karyera, ümumiyyətlə həyatda həyati bacarıq kimi onlara lazımdır. Məktəbdə mədəni müxtəlifliyin qəbul edilməsi və dəyərləndirilməsi inklüziv mühit yaradır. Bəli, inklüziv mühit elə müxtəlifliyin olduğu mühitdir və burada biz görürük mədəni müxtəliflik qəbul edilirsə, deməli bu inklüzivlikdir. Bu da doğrudur. Şagirdlərin akademik uğursuzluqları yalnız onların zəka səviyyəsinə əlaqədardır və bu dəyişməz bir faktdır. Bu yanlış fikirdir. Çünki şagirdin akademik uğursuz olması onun ancaq zəka səviyyəsi ilə əlaqəli deyil. Təbii ki, bunun təsiri var, müəyyən təsirləri, amma sırf onun zəka səviyyəsi ilə əlaqədar adlandıra bilmərik, yəni onun əlaqədar olduğunu deyə bilmərik. Ona görə də doğru cavab olur, daha doğrusu yanlış cavabımız E variantı. Situasiya. Şagirdlərdən biri dərs zamanı özünü yoldaşlarından fərqli hiss edir və bu onun dərs prosesinə marağını azaldır. Həmçinin dərslə pasiv qalmasına səbəb olur. Bu vəziyyət şagirdin dərs nailiyyətlərinə mənfi təsir göstərir. Müəllim hansı addımı atmalıdır? Bu tip situasiya testlərində problem nədirsə, onun həllinə çalışmaq lazımdır. Burada problem nədir? Problem şagirdin dərsə marağının azalması, düzdür. Bəs bunun səbəbi nədir? Bu xəstəliyi bilək ki, onu müalicə eləyək də. Səbəbi odur ki, şagird özünü yoldaşlarından fərqli hiss edir. Yəni, özünü ola bilər ki, onlardan tutaq ki, bilikcə aşağı görə bilər və yaxud fikirləşər ki, mən bunların səviyyəsində deyiləm və s. Yəni, onlardan fərqli hiss edir. Hər hansısa bir sahədə fərqli hiss edir. Deməli, bu fərqliliyi aradan qaldırmaq lazımdır ki, problem həll olunsun. Yəni, xəstəlik nədirsə, onu müalicə eləmək lazımdır. İndi gəlin variantlara baxaq, görək müəllim hansı addımı atmalıdır. Şagirdi sinifdə daha aktiv iştiraka təşviq etmək üçün onu tərifləmək. Tərif hər adamda effekt vermir, həm də bizim situasiyaya uyğun deyil. Şagirdə müstəqil öyrənmək üçün internet resursları təqdim etmək istəyir. İnternet resursu nə qədər mənbə verirsiniz, verin. Burada problem şagirdin özünün digər yoldaşlarından fərqli hiss etməsidir. Yəni, bu internet resursu ilə düzələn deyil. Şagirdin dərsə olan marağını artırmaq üçün sinifdə daha interaktiv fəaliyyətlər təşkil etmək yaxşı fikirdir, amma situasiyamızda olan şagirdin problemini həll etməyəcək bu. Sinifdə inklüziv mühit yaratmaq, bəli. İnklüziv mühit nədir? Fərqliliyin olduğu mühitdir. Yəni, burada zəif oxuyan şagird də ola bilər, müxtəlif sağlamlıq imkanları məhdud olan uşaqlar da ola bilər. Yəni, hər hansısa bir fərqliliyi olan uşaqların bir mühitdə təhsil almasıdır inklüzivlik və burada biz uşağın görürük ki,
fərqli hiss etdiyini gördük uşağın və bu fərqliyi də aradan qaldırmaq üçün inklüziv mühit yaratmaq lazımdır. Deməli, doğru cavabımız olur D variantı. E-yə də baxaq. Şagirdə öz fikirlərini paylaşmaq üçün xüsusi müzakirə sessiyaları təşkil etmək, yəni bizim bu problemimizi həll etməyəcək. Ən doğru cavabımız burada olur D variantı. İngilis dilində olan bir məhsulun istifadə təlimatını fərqli yaş qrupları üçün uyğunlaşdırın və hər bir versiyada etdiyiniz dəyişiklikləri əsaslandırın. Bu tapşırıq Bloom'un idrak taksonomiyasının hansı mərhələsinə uyğundur? Burada bizim ipucumuz biri əsaslandırın, amma nəyə əsaslandırır? Sanki bir fikir atır ortaya və onu əsaslandırır. Yəni, burada deyir ki, İngilis dilində olan hər hansısa bir məhsulun istifadə təlimatını uyğunlaşdırın. Fərqli yaş qrupuna görə uyğunlaşdırın. Yəni, bir versiya qoyun ortaya və hər bir versiyada da etdiyiniz dəyişiklikləri əsaslandırın. Yəni, niyə görə belə düşünürsünüz? Bir insan da ortaya bir fikir qoyursa, bir iş görürsə və onu əsaslandırırsa, bu dəyərləndirmə mərhələsidir. Yəni, doğru cavabımız D variantı. Gəlin keçək indi 4-cü testdə. Müəllim şagirdlərə bir ay ərzində öz şəhərlərinin gələcək versiyasını planlamağı və maketini hazırlamağı tapşırır. Şagirdlər davamlı inkişaf prinsiplərini nəzərə alaraq şəhər planı hazırlayır və 3D model yaradırlar. Müəllimin bu fəaliyyəti haqqında deyilənlərdən hansı doğru deyil? Müəllimin bu tapşırığı Bloom taksonomiyasının anlamaq mərhələsinə aiddir. Bu yanlışdır. Anlamaq mərhələsi yox, yaratmaq mərhələsinə aiddir. Çünki yeni bir şey, plan hazırlayır, bir ideya irəli sürülürsə, bu yaratmaq mərhələsidir. Cavabımız olur A variantı. Digərlərinə də baxaq. Müəllim şagirdlərdə uzun müddətli düşünmə və proqnozlaşdırma bacarıqlarını formalaşdırır. Bəli, burada biz görürük də bir ay ərzində bunlar iş görəcəklər və uzun müddətli bir plan hazırlayırlar. Həmçinin proqnoz da verəcəklər. Yəni, bu doğru fikirdir. Müəllim şagirdlərdə yaradıcı problem həll etmə qabiliyyətini artırır. Bəli, həm burada yaradıcı yaratma mərhələsi dediyimiz kimi şagirdlər öz yaradıcılıqlarını ortaya qoyurlar, həm də problem həll etmə bacarığı formalaşır. Doğrudur. Müəllim şagirdlərdə komanda işi və layihə idarə etməsi bacarıqlarını təkmilləşdirir. Doğrudur, yəni bir aylıq bir layihədir. Müəllim şagirdlərdə şəhər planlaması və davamlı inkişaf anlayışlarını inkişaf etdirir. Bu da doğru fikirdir. Yanlış cavab olur A variantı. Bir daha deyirəm, Bloom taksonomiyasını anlamaq mərhələsinə yox, hansı mərhələyə? Yaratma mərhələsinə aiddir. Keçək indi 5-ci tapşırığa. Sinifdə bir qrup şagird digərlərini sosial-iqtisadi vəziyyətlərinə görə ayrı seçkiliyə məruz qoyur. Müəllim bu həssas məsələni necə həll etməlidir? Problem nədir? Şagirdlər digər şagirdlərin iqtisadi vəziyyətlərinə görə, yəni imkanlarına görə, maddi vəziyyətlərinə görə ayrı seçkilik yaradırlar, qruplaşmalar olur. İndi bunu necə həll etməlidir? Deyir, ayrı seçkilik edən uşaqları cəzalandırmaq yanlışdır. Sosial-iqtisadi vəziyyətlə bağlı bütün müzakirələri qadağan etmək, bu da yanlışdır. Qadağa ilə iş yola getmir, bunu həll etmək lazımdır. Bərabərlik və sosial ədalət mövzusunda sinif layihəsi təşkil etmək olar. Bəli, problem nədir? Uşaqların sosial-iqtisadi vəziyyətlərinə görə bir-birlərinə ayrı seçkilik yaratmasıdır bir-birlərinin üzərində. Ona görə də bu problemi də həll etmək üçün bərabərlik və sosial ədalət mövzusunda layihə təşkil etmək ən optimal variantdır. Keçək indi 6-cı tapşırığa. Hansı rəy effektiv deyil? Mədəniyyətlərarası mövzuda İngilis dilində hazırladığım təqdimatda müxtəlif mədəniyyətlərə qarşı açıq fikirlilik və hörmət nümayiş etdirdim. Fərqli adət-ənənələri müqayisə etmə və analiz etmə bacarığın diqqəti cəlb etdi. Bu effektiv rəydir. Sən çox istedadlısan və İngilis dilini asanlıqla öyrənirsən. Heç vaxt ciddi səhvlər etmirsən, belə davam et, tezliklə mükəmməl danışacaqsan. Bu həddən artıq çox tərifləyir şagirdi və şagirdin istedadlı olduğunu, zəkalı olduğunu ortaya qoyur. Baxın, əgər İngilis dilini asanlıqla öyrənirsənin səbəbi onun çox çalışmağı olsaydı, məsələn, sən çox çalışırsan və İngilis dilini belə getsə asanlıqla öyrənəcəksən. Belə olsaydı heç bir problem yox idi. Amma sən çox istedadlısan, səndən yoxdur, zəkalısan, ona görə asanlıqla öyrənirsən, bu artıq şagirdi tənbəlləşdirə bilər. Çünki bu onun anadan gəlmə bir qabiliyyətini ortaya qoyur.
Təbii ki, bir insan biraz gec başa düşür, biri tez başa düşür, amma o gec başa düşən çox çalışsa, gəlir bəzən o istedadları ötüb keçir. Ona görə də bir insanın istedadından daha çox onun bacarığını tərifləmək lazımdır. Ona görə də yanlış cavab B olur. Digərlərində baxaq. Dialoqun zamanı ünsiyyət qurma bacarığın yaxşıdır. Qarşı tərəfi diqqətlə dinləyib uyğun cavablar verdin. Bəli, burada da yəni ünsiyyət qurma bir insanın bacarığını, yəni etdiyi işi tərifləyir. Heç bir problem yoxdur. Esse yazarkən arqumentlərini inandırıcı şəkildə əsaslandırmısan. Nümunələrini mövzu ilə yaxşı əlaqələndirmisən. Bu da effektiv rəydir. Qrup işində yoldaşlarınla yaxşı əməkdaşlıq edirsən. Öz vəzifələrini məsuliyyətlə yerinə yetirir və fikirlərini aydın ifadə edirsən. Fikir verdinizsə, hamısında əslində tərif verir. Amma B variantında şagirdin bacarığını yox, istedadını, zəkasını və s. Tərifləyir. Yəni düzdür, burada zəkanı görmür, amma ümumiyyətlə deyirəm ki, şagirdin istedadını, zəkasını, ağlını tərifləmək onu tənbəlliyə gətirib çıxar. Ona görə də B variantındakı rəy effektiv deyil. Keçək 7-ci tapşırığa. Gardnerin çoxnövlü zəka nəzəriyyəsinə əsasən sual işarəsinin yerinə hansı variant uyğun gəlir? Şagird sinifdəki münaqişələri asanlıqla həll edir. Şagird sinifdəki yoldaşları ilə yaxşı ünsiyyət qurur. Fikir verirsiniz, burada hamısında ünsiyyət var, idarə etmə var. Mən hətta demişdim, dərs zamanı manipulyasiya eləmək var. Hansındaydı bu? Şəxslər arası intellektdə. Keçək 8-ci tapşırığa. Sinif rəhbəri şagirdlərin fərdi inkişaf planlarını hazırlayarkən onların fikirlərinə və istəklərinə məhəl qoymur. Bu vəziyyətdə hansı pedaqoji prinsip pozulmuşdu? Bu əslində asan bir sualdır. Çünki şagirdin istəyi, mənafeyi, marağı nəzərə alınmırsa, bu şagird yönümlülüyün pozulması deməkdir. Keçdik 9-cu tapşırığa. İngilis dili dərsində müəllim şagirdlərə eyni xəbər hadisəsi haqqında yazılmış iki fərqli mətn verir. Biri adi xəbər saytı, digəri nüfuzlu bir xəbər agentliyindən. Şagirdlərdən bu mətnləri müqayisə etmək, dil istifadəsindəki fərqlər, faktların təqdimatını, yazarın mövqeyini və hər bir mətnin potensial təsirini araşdırmaq tələb olunur. Bu tapşırıq Bloom'un idrak taksonomiyasının hansı mərhələsinə uyğundur? Təbii ki, burada geniş bir araşdırma aparılacaq, müəllifin mövqeyini müəyyənləşdirmək, bu fərqləri müqayisə eləmək və elə burada araşdırmaq sözü də bizi gətirib hara çıxaracaq? Təhlil etmə mərhələsinə. Keçdik 10-cu tapşırığa. İngilis dili müəllimi şagirdlərdən to be feilinin keçmiş zaman formasını öyrənərkən bu formanın indiki sadə zaman forması ilə müqayisə edərək cümlələr qurmağı istəyir. Bu hansı inteqrasiya növünə aiddir? Fikir verirsinizsə, burada hər ikisi ingilis dilinə aiddir. Deməli, burada fənlər arası olmayacaq. Fənlər arasını biz çıxırıq və fənüstü varsa, burada fənlər arası, fənüstü çıxırıq və qaldı 3 variantımız. Fən daxili, hər üçündə fən daxilidir. D-ni də çıxırıq, çünki orada fənlər arası var. Bu fən daxilidir. Çünki indiki sadə zaman və to be feili elə ingilis dilinin öz içərisinə aiddir. Yəni fən daxilidir. İndi fən daxili üfüqi, yoxsa şaqili. Bunu da bilmək üçün, təbii ki, bu ingilis dili müəllimləri bunu daha yaxşı bilir ki, to be feilinin keçmiş zaman formasını öyrənəndə neyinir? İndiki sadə zaman forması. İndiki sadə zaman formasını aşağı siniflərdə keçirlər. To be feilinin keçmiş zaman formasını sonra keçirlər. Yəni əvvəl indiki zamanı, sonra keçmiş zamanı keçirlər. Ona görə də bu siniflər arası inteqrasiya olduğuna görə nə olacaq? Şaqili inteqrasiya. Bəs deyəcəksiniz, üfüqi inteqrasiya nədir? Belə əlavə bir məlumat verim. Üfüqi inteqrasiya isə məzmun xəttləri arasında olan inteqrasiyadır. Yəni, oxu məzmun xətti ilə yazı məzmun xətti və yaxud dil qaydası ilə yazı məzmun xətti arasında olan bir inteqrasiyadır. Keçdik 11-ə. 11 biraz iri həcmlidir. Ona görə biraz geniş tutaq. Bilməm, oxumaq olacaq yoxsa yox. Gəlin yaxşısı biraz yaxınlaşdırım ki, tam da oxunsun da. Heç olmasa 3 variant 1 görünsün, 2 variant 1. Cədvəlin hansı sütunlarındakı fikirlər ziddiyyət təşkil edir? 3 dənə sütun verilib və bu 3 sütunun üçündəki fikirlər bir-birini təksib eləyəcək. Hansında? Müəllim şagirdlərin birinci sütunu oxuyaq. Yəni, ümumiyyətlə, bu A variantının belə sütununu oxuyaq.
Müəllim şagirdlərin şəxsi həyatı ilə bağlı məlumatları konfidensial saxlamalıdır. Doğru fikirdir. Sonra müəllim şagirdin təhsili ilə bağlı məlumatları onun valideynləri ilə paylaşmalıdır. Yəni bu konfidensiallığı pozmaz ki, öz valideyni ilə paylaşdı da, qonşuları ilə paylaşmadı. Deməli, hələ ki, konfidensiallıq qorunub. Sonra müəllim şagirdin şəxsi həyatı barədə məlumatları həmkarları ilə müzakirə etməməlidir. Bu da konfidensiallığı qorudu. Deməli, üç fikrin üçündə də konfidensiallıq qorundu. Yəni, bir-birinə zidd olmadı. Deməli, A variantını çıxdıq. B-yə baxaq. Müəllim təhsil müəssisəsinin nüfuzunu qorumalıdır. Sonra, müəllim təhsil müəssisəsində baş verən qanunsuzluqları müvafiq orqanlara bildirməlidir, qanunsuzluq varsa bildirməlidir. Müəllim təhsil müəssisəsinin daxili qaydalarına əməl etməlidir. Bu da layallıq prinsipidir hər üçü də. Ona görə bu da bir-birini təkzib eləmir. Sonra C-yə baxaq. Müəllim dərs prosesində şagirdlərə eyni imkanlar yaratmalıdır. Müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərə daha çox vaxt ayırmalıdır. Artıq burada korlandı. Niyə? Çünki birinci xanada deyirik ki, birinci sütunda dərs prosesində eyni imkan yaratmalıdır. Eyni imkan. Sonra ikinci sütunda deyirik ki, xüsusi qayğıya ehtiyacı olan şagirdlərə daha çox vaxt ayırmalıdır. Deyəcəksiniz, nə gözəldir, xüsusi qayğıya ehtiyacı olan şagirdlərə vaxt ayırır. Bəli, kənardan baxanda yaxşı görünür, amma bu 45 dəqiqə hamının haqqıdır. Yəni, o sinifdə taşı 15 nəfər, 20-25 nəfər varsa, o 45 dəqiqə hamının haqqıdır. Təbii ki, humanist görünür kənardan, amma bu elə deyil. Ona görə də biz şagirdlər arasında fərq qoymuruq. Hamıya bərabər imkanlar yaradırıq. Ona görə bunlar bir-birini inkar edir. Üçüncüyə də baxaq, müəllim şagirdləri bacarıqlarına görə qiymətləndirməlidir. Bu bacarıqlarına görə qiymətləndirmədə şagirdlərin əslində burada da bərabər imkanları qoruyur da. Birinin bacarığı zəifdir dediyimiz kimi, ola bilər sağlamlıq imkanları zəifdir. Onları qiymətləndirməsi də fərqli olur. Yəni, sağlamlıq imkanları məhdud olan uşaqlarla digər uşaqların qiymətləndirilməsi də fərqli olur da. Yəni, onların bacarıqlarına görə, tapşırıqlar da biraz fərqli ola bilər və s. Ona görə də, yəni müxtəliflik nəzərə alındığına görə, bacarığına görə qiymətləndirmədə təbii ki, doğrudur. Amma bu iki sütun, yəni birinci və üçüncü sütundakını ikinci sütun inkar edir. Ona görə də doğru cavabı olur elə C variantı. D ilə E-yə də baxaq. Müəllim valideynlərlə münasibətdə konstruktiv və əməkdaşlıq mövqeyi tutmalıdır. Müəllim şagirdin davranışı ilə bağlı problemlərini valideynlərə çatdırmalıdır. Baxın, burada deyir, valideynlərlə münasibət, düzdür, və əməkdaşlıq olmalıdır. Və ikinci xanada görürük ki, bəli, valideynlərin əməkdaşlıq edir. Müəllim o valideynə öz övladı ilə bağlı məlumatı çatdırır, problemi çatdırır. Deməli, əməkdaşlıq var. Müəllim valideynlərlə münasibətdə peşəkar məsafəni qorumalıdır. Bu da doğrudur. Yəni, bunun üçü bir-birini inkar etmir. Sonra E-yə baxaq. Müəllim şagirdlərin sosial mediada davranışlarını izləyə bilər. Müəllim şagirdlərlə sosial mediada dost ola bilməz. Müəllim şagirdlərin sosial media istifadəsinə dair tövsiyələr verə bilər. Heç biri bir-birini inkar eləmir. Birində deyirik ki, müəllim şagirdləri izləyir ki, görüm şagirdlər nə işlə məşğuldur. Sonra mediada dost olmurlar, yəni şəxsi yazışmalar falan olmur və mediadan da düzgün istifadəni öyrədir. Yəni, bunların heç biri bir-birini inkar eləmir. Ona görə də bizim doğru cavabımız, yəni bir-birini inkar eləyən, bir-birinə zidd olan fikirlər hardadır? C variantında. Keçdi indi 12-ci testdə. İngilis dili müəllimi şagirdlərə kompleks bir tapşırıq verir. Şekspirin Hamlet əsərindən bir parçanı müasir ingilis dilinə tərcümə etmək, sonra həmin parçanı ana dillərində yenidən yazmaq və nəhayət hər iki versiya arasındakı lingvistik və mədəni fərqləri təhlil etmək. Bu vəziyyətdə aşağıdakılardan hansı müəllimin əsas məqsədi ola bilməz? Şagirdlərin ədəbi təhlil bacarığını inkişaf etdirmək. Biz burada gördükdə lingvistik təhlil eləyir və yaxud mədəni fərqləri və s. Yəni, ədəbi təhlil bacarığını inkişaf etdirmək məqsədi ola bilər. Şagirdlərin tərcümə texnikalarını təkmilləşdirmək. Biz burada gördük ki, ingilis dilinə tərcümə elədi. Müasir ingilis dilinə. Çünki Şekspirin Hamlet əsəri, ümumiyyətlə Şekspirin dili müasir ingilis dilindən fərqlənir. Ona görə müasir ingilis dilinə tərcümə eləyir. Necə ki, məsələn də, belə deyək, bizdə Azərbaycanda
Məhəmməd Füzulinin əsərin indi müasir dilə biraz tərcümə, yəni tərcümə edəndə asanlaşdırırıq da, sadələşdiririk. Düzdür, o da ana dilində sayılır Füzulinin əsərləri, məsələn də Leyli Məcnun, amma istər-istəməz onda biraz tərcümə lazımdır bəzi ərəb fars sözlərinə görə. Burada da Şekspirin də təbii ki, yaşadığı dövr hara, müasir ingilis dili hara, ona görə də biraz sadələşdirmək lazımdır. Yəni biz də burada deyirik ki, şagirdin tərcümə texnikasını təkmilləşdirir. Bəli, biz bunu burada görürük ki, deyir müasir ingilis dilinə tərcümə eləyir. Sonra şagirdlərin dil inkişafını ölçmək və qiymətləndirmək ola bilər. Şagirdin ana dili və hədəf dil arasındakı, yəni ingilis dili, əlaqəni dərk etmələrini təmin etmək. Bu da doğrudur. Şagirdlərin metakognitiv və özünü qiymətləndirmə bacarığını gücləndirmək. Biz burada şagirdlərin özünü qiymətləndirmə, metakognitiv bacarığını görmürük. Yəni müəllimin təbii ki, məqsədi ola bilər, amma bu situasiyada müəllimin məqsədi bu deyil ki, şagirdin özünü qiymətləndirmə bacarığını gücləndirsin. Bu sadəcə şagirdin istəyir ki, dil qabiliyyəti inkişaf eləsin, tərcümə bacarığı inkişaf eləsin və s. o 4 variantda sadladığımız. Amma şagirdin özünü qiymətləndirmə bacarığı burada güclənmir. Keçək elə 13-cü testə. Şagirdlərin xarici dildə dinləyib anlamaq bacarıqlarını təkmilləşdirmək üçün danışıq günləri təşkil etmək lazımdır. Mühakimə. Şagirdlər ingilis dilində eşitdiklərini anlamırlar ki, situasiyada hansı məntiq xətasına yol verilib? Deməli, burada boş adam məntiq xətasına yol verilir və boş adam məntiq xətasında da belə bir şey var ki, bir fikri səsləndirir və onu başqa yerə çəkir. Məsələn, burada tutaq ki, mən deyirəm ki, şagirdlərin xarici dildə dinləyib anlama bacarığını təkmilləşdirmək üçün, demirəm, şagirdlər dinləyib anlaya bilmirlər. Sadəcə təkmilləşdirmək lazımdır. Danışıq günləri, yəni conversation günləri təşkil etmək lazımdır. Amma o boş adam məntiq xətasına yol verən insan, qarşımdakı qayda deyir ki, şagirdlər ingilis dilində eşitdiklərini anlamırlar ki, bu boş adam xətasıdır. Bəzi testlərdə bunun qarşısında əsasən çox testlərdə, bir 90%, 95% testlərdə bu mühakimədən sonra yazırlar ki, demək istəyirsən ki, şagirdlər ingilis dilində eşitdiklərini anlamırlar. Yəni o da bir demək istəyirsən ki sözü olur, birləşməsi olur. Ona görə də bu tip testləri tapmaq asan olur. İndi mən burada demək istəyirsən ki sözünü yazmamışam ki, biraz çətinləşsin, amma bunun qarşısına qoya bilərsiniz. Demək istəyirsən ki cümləsini, daha doğrusu söz yox, cümləsini. Ona görə doğru cavab olur D variantı. Yəni bu qəliblər boş adam xətasının qəlibidir. Gəldik 14-cü testə. Aysel ailəsinin maddi vəziyyətinə görə bahalı geyimlər ala bilmir və bəzən eyni paltarları təkrar geyinir. Nərmin bu vəziyyəti görərək Ayselin arxasınca danışmağa başlayıb. O, digər qızları da buna cəlb edib və onlar Ayseli qrup söhbətlərinə dəvət etmirlər. Hətta Nərmin Ayselin köhnə paltarlarının şəklini çəkib, sinifin sosial şəbəkə qrupunda paylaşır və ikinci əl mağazasının yeni kolleksiyası kimi şərhlər yazır. Aysel bu vəziyyətdən çox əziyyət çəkir, özünə inamını itirir və dərslərə getmək istəmir. Məktəb psixoloqu bu halı araşdırarkən bu davranışların bullyingin hansı növlərinə aid edə bilər? Uzun bir situasiyadır, amma imtahanda heç də kiçik situasiyalarla rastlaşmırsınız. Ona görə bacardığım qədər bunu imtahan formatına uyğun eləmişəm və fikir verirsinizsə elə demək olar ki, hamısı bunun situasiya tipli testləridir. İndi görək burada nə baş verdi. Birincisi, Ayseli öz qruplarından kənarlaşdırdılar, düzdür? Sosial vəziyyətinə görə bir qrupdan kənarlaşdırdılar. Baxın, bu hissə nə deyir? Deyir, Ayseli qrup söhbətlərinə dəvət eləmədilər. Yəni, öz o qruplarından kənarlaşdırdılar. Buna deyirik sosial bullying. Əgər bir uşağı öz qruplarından kənarlaşdırırlarsa, bu sosial bullyingdir. İkincisi də, burada sosial şəbəkədə də paylaşdıqlarına görə bu da olur kiberbullying. Yəni B variantı sosial bullying və kiberbullying. Keçdik 15-ə. Sinifdə bir qrup şagird digər şagirdlərin əşyalarını gizlədir və bunu zarafat adlandırır. Bu vəziyyəti həll etmək üçün müəllim hansı addımı atmalıdır? Günahkar şagirdləri cəzalandırmaq. Xeyr. Bütün siniflə empatiya və hörmət mövzusunda müzakirə aparmaq ola bilər. Çünki şagird bilməlidir ki, məsələn, mənim əşyamı ümumiyyətlə mənə bu cür davransalar mənim xoşuma gələr yoxsa yox. Yəni özünü onun yerinə qoyur.
Ona görə doğru cavab elə B olacaq. Digərlərinə bax. Hadisəni məktəb rəhbərliyinə bildirmək. Yox. Əşyaları gizlədilən şagirdlərə daha diqqətli olmağı tövsiyə etmək. Yaxşı fikirdir, amma bu situasiyada uyğun deyil. Valideynləri məktəbə çağırıb məsələni müzakirə etmək xeyir. Yəni biz elə bir müəllim olaraq dərhal hər problemdə valideynin yanına, direktorun yanına qaçmalı deyilik də, çalışıb özümüz bu məsələni həll etməliyik. Ona görə də doğru cavabımız olur B variantı. Yəni bu tip testlərdə çalışın pozitivə yönəlin. Məsələn, ola bilər ki, həyatda həqiqətən valideynə zəng eləyəsiniz, amma bu testlərdə çalışın ki, elə ən humanist bir variantı seçəsiniz. Bütün siniflə empatiya və hörmət mövzusunda müzakirə aparmaq. Keçdik indi 16-cı testə və bu da iri həcmli bir testdir. İngilis dili müəllimi şagirdlərə maşın tərcüməsi sahəsində innovativ bir layihə təklif edir. Şagirdlər cütlərə bölünür və hər cüt müxtəlif janrlarda bədii ədəbiyyat, texniki mətn, hüquqi sənət, şeir, qısa mətnlər seçir. Yəni hərəsi bir janrda mətn seçir. Onların vəzifəsi bu mətnləri əvvəlcə özləri tərcümə etmək, öz biliyinə uyğun tərcümə eləməli. Sonra isə müxtəlif maşın tərcümə sistemlərindən, yəni Google Translate-dir, DeepL-dır, Yandex-dir və s. bu proqramlardan, bu sistemlərdən istifadə edərək tərcümə etmək. Şagirdlər daha sonra insan və maşın tərcümələrini müqayisə edirlər. Yəni, öz tərcümələrini bir də Google Translate-də və yaxud Yandex-də, DeepL-da istifadə elədikləri tərcüməni müqayisə edirlər. Çevirdiklərini müqayisə edirlər. Sonra lingvistik təhlil aparırlar və hər bir sistemin güclü və zəif tərəflərini müəyyənləşdirirlər. Layihənin sonunda şagirdlər öz təhlillərini əsaslandıraraq müxtəlif janrlar üçün ən uyğun tərcümə metodunu təklif edirlər. Məsələn, biri deyir ki, bədii ədəbiyyat üçün, bədii bir mətni tərcümə eləmək üçün Google Translate işə yaramır. Elə insanın öz tərcüməsi yaxşıdır. Və yaxud biri deyir ki, DeepL tutaq ki, elmi bir məqaləni çevirmədə daha yaxşıdır. Yəni, bunları müqayisə edirlər və ən uyğunun təklif edirlər və gələcəkdə maşın tərcüməsini necə təkmilləşdirə biləcəkləri haqqında fikirlərini bölüşürlər. Qiymətləndirmə zamanı şagirdlərin tərcümə keyfiyyəti, lingvistik analiz bacarıqları, texnoloji anlayış və innovativ düşüncə tərzi nəzərə alınır. Bu metodologiya haqqında hansı fikir ən az uyğundur? Doğrun yox, ən az uyğundur. Bu müəllimin təşkil etdiyi layihə, ümumiyyətlə müəllimin metodu haqqında. Bu yanaşma şagirdlərin tərcümə nəzəriyyələri və praktikası haqqında biliklərini dərinləşdirir, bəli. Çünki gördüyünüz kimi həm özləri tərcümə elədi, həm müxtəlif proqramlarda tərcümə elətdirdilər. Layihə maşın tərcüməsinin texniki aspektlərinə fokuslanarkən, mədəni kontekst və dillər arası fərqlərin tərcüməyə təsirini nisbətən nəzərə almır. Bu yanlış fikirdir, çünki biz gördük ki, həm özləri tərcümə elədi, həm də o maşına tərcümə elətdirdi də, yəni o proqramları tərcümə elətdirdi. Əgər burada deyildiyi kimi mədəni kontekst və dillər arası fərqlərin təsiri nəzərə alınmasaydı, bunlar orada özləri təhlil aparmazdılar ki, hansı ən uyğunudur. Ona görə elə yanlış variantımız olur, B variantı. Digərlərində baxaq. Metod şagirdlərin tənqidi, təhlil və müqayisəli analiz bacarıqlarını inkişaf etdirir. Bəli, biz burada gördük, həm qiymətləndirirlər, təhlil edirlər və s. müqayisə edirlər. Bu üsul şagirdlərin dil texnologiyalarının imkanları və məhdudiyyətləri haqqında düşünməsini təşviq edir. Orada gördük ki, çatışan-çatışmayan cəhətləri haqqında hansı daha yaxşıdır, onu müəyyənləşdirirdilər. Layihə şagirdlərin müasir texnologiyalar və onların dil sahəsində tətbiqi barədə anlayışını artırır. Bəli, doğru fikirdir. İri həcmlidir, vaxt aparır, amma imtahanda bəzən bu tip testlərə də rast gəldiyimiz üçün məcburuq ki, biz sınaqda da bu tip testlərdən istifadə eləyək ki, siz artıq vərdiş eləyəsiniz. Keçdik 17-yə. Dinlədiyiniz dialoqun strukturunu təhlil edin və iştirakçıların münasibətlərini xarakterizə edin. Bu tapşırıq biliyin hansı növünə və idraki sahənin hansı mərhələsinə uyğundur. Fikir verirsinizsə artıq burada həm burada bilik soruşulur, həm də taksonomiya. Deyəcəksiniz, taksonomiya nə qədər oldu? İkisi, bu da üçü. Hələ imtahanda bəzi illər olur, imtahanda 4-5 taksonomiyaya rast gəlirsiniz. 12-si üçü ancaq elə sırf taksonomiyanın, idrak taksonomiyasının özünə aid olur.
Bəzisi bu formada olur, yəni həm bilik, həm taksonomiya. Bəziləri isə bilik, taksonomiya və təfəkkürü soruşur. Ona görə də biz də burada maksimum dərəcədə taksonomiyaya üstünlük vermişik. Ümumiyyətlə situasiyalara üstünlük vermişik, amma taksonomiyada xüsusi diqqət yetirmişik. Həm də müəllimlərin də ən yaralı yeridir bu taksonomiya. Gəlin baxaq, görək burada bir daha oxuyaq. Deməli, dinlədiyiniz dialoqun strukturunu təhlil edin və iştirakçıların münasibətlərini xarakterizə edin. O burada deyir də, dinlədiyiniz dialoq dinləyib, onun strukturunu təhlil edin. Əslində bu asandır. Təhlil edin və onu xarakterizə edin. İştirakçıların münasibətlərini xarakterizə edin. Yəni, təhlil edəndən sonra münasibətlərini araşdırmaq nədir? Bu konseptual bilik və təhlil etmə mərhələsidir. Təhlil etmə bir variantda mövcuddur. Sonra gəldik 18-ə. Müəllim hər dərsdən əvvəl sinifin fiziki mühitini yoxlayır, masaların düzlüşünü dəyişdirir və lazım olan materialları hazırlayır. Bu davranış haqqında hansı fikir doğrudur? Müəllim vaxtını səmərəsiz istifadə edir. Əslində xeyr, səmərəsiz istifadə eləmir. Sonra müəllim proaktiv yanaşma nümayiş etdirir. Bəli, proaktiv yanaşmadır. Reaktiv olsaydı elə standart sinif düzlüşü olardı və s. Ona görə elə doğru cavabımız budur. Digərlərinə baxaq. Müəllim şagirdlərin müstəqilliyini məhdudlaşdırır. Yanlışdır. Müəllim reaktiv davranış nümayiş etdirir. Xeyr. Sonra müəllim sinifin idarə edilməsində səhv strategiya tətbiq edir. Xeyr. Bax, müəllim əvvəlcədən tədbir görür. Əvvəlcədən qabaqlayıcı tədbiri var. Sinifin bir planı var. Biz nə demişdik? Proaktivdə dedik ki, bir plan üzrə işləyir müəllim. Bunun bütün şagirdlərin davranışları və davranış pozuntusunun qarşısını almaq üçün və s. sinifin idarə edilməsi ilə bağlı bunun bir planı var, proaktiv müəllimin. Amma reaktivin yoxdur. Ona görə də biz burada görürük ki, əvvəlcədən hər şeyi müəllim tədbirini görür, masaları düzür, sinifi yoxlayır, materialları hazırlayır və s. Yəni artıq müəllim dərsə planlı şəkildə gəlib. Ona görə doğru cavabı olur B variantı. Keçək 19-a, hətta 19-u biraz da yaxınlaşdıraq. Müəllim mürəkkəb bir mövzunu tədris edərkən şagirdləri kiçik qruplara bölür. Hər qrup mövzunun bir hissəsini öyrənir və sonra öz biliklərini digər qruplara öyrədir. Bu proses bütün şagirdlər mövzunun bütün aspektlərini öyrənənə qədər davam edir. Bu hansı üsuldur? Təbii ki, bu ziqzaq üsuldur. Dedik, iri həcmli bir əsəri müəllim hissələrə bölür və şagirdləri də qruplara bölür və hər bir hissəsini öyrənir və sonra bir-birlərinə danışırlar. Uzun danışmayacağım bu ziqzaqı, qısa formada bu cür izah etmək olar. Keçdik 20-ci və sonuncu suala. Situasiya. Bir sinifdə şagirdlərdən biri sinif yoldaşlarının davranışlarını lağa qoyur. Bu, sinifdə narazılıq və gərginlik yaradır. Şagirdlər arasında düşmənçilik hisslərinin meydana gəlməsinə səbəb olur. Müəllim bu vəziyyətdə hansı addımları atmalıdır ki, sinifdə sağlam münasibətlər bərpa olsun? Şagirdi dərsdən kənarlaşdıraraq dərsin davam etməsini təmin etmək. Bəzən bu hallara məktəblərdə rast gəlinir, təəssüf ki, amma bunu da unutmaq lazım deyil ki, biz şagirdi sinifdən kənarlaşdırsaq, gedib onun başına Allah eləməsin bir iş gəlsə, onda heç kəs onun altından çıxa bilməyəcək. Ona görə bunu maksimum dərəcədə etməməyə çalışaq. Sonra gəldik B-yə. Sinifdə empatiyanın əhəmiyyətini vurğulamaq üçün bir müzakirə təşkil etmək. Bəli, baxın. Burada bir şagird digərini lağa qoyur. Və yaxud ola bilər bir neçə şagird bir uşağı lağa qoyur, yəni bullying eləyirlər. Və burada təbii ki, gərginlik yaranacaq, düşmənçilik hissləri ortaya çıxacaq. Və burada müəllim empatiyanın əhəmiyyətini vurğulayır. Empatiya nədir? Özünü digərinin yerinə qoymaqdır. Və bir insan özünü digər insanın yerinə qoya bilirsə, biz bu məsələyə bir neçə yerdə dərs zamanı toxunmuşuq və onlardan da biri də emosional intellekt nəzəriyyəsindədir. EI nəzəriyyəsi xatırlayırsınızsa, və orada demişdik ki, empatiya hissi, yəni hissləri, emosiyaları idarə eləmək və s. danışmışdıq və onlardan da biri empatiya hissi idi. Yəni, bir insan digərinin yerinə özünə qoya bilirsə, orada artıq bullying də olmayacaq və s. Yəni, şagirdlər arasında bu konfliktlər yaranmayacaq. Ona görə doğru cavabımız olur elə B variantı. Bugünlük də bu qədər. Növbəti videolarda görüşənədək bu bir nümunə sınağımız idi və bu sınaq kitabçasını da əldə eləmək üçün burada görünən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Kanala da abunə olub, videonu bəyənib, yoldaşlarınızla paylaşmağı
unutmayın. Sağ olun, hələlik, Allah amanda qalın.